Azercell abunəçisi mobil operatoru balansdan internet paketlərini ədalətsiz şəkildə əritməkdə ittiham edir. Sosial şəbəkələrdə yayılan iddialar son vaxtlar şirkətə yönələn narazılıqların daha da artdığını göstərir. Bölgə TV bizim əsr isnadən xəbər verir ki, sosial şəbəkə istifadəçisi Ruslan Məmmədli Azercell internet paketləri ilə bağlı açıq ittiham irəli sürüb. O bildirib ki, şirkət faktiki olaraq abunəçilərin megabaytlarını oğurlayır. Dostlar, hamının xəbəri olsun. Azercell artıq megabayt oğurlayır. Özüm ölçmüşəm. Əvvəllər 1 gigabaytla bir qısa filmə rahat baxırdıqsa, indi gigabaytlar 5 dəfə tez bitir. Son 10 gündə 2 dəfə 7 gigabaytlıq paket götürmüşəm, yenə yoxa çıxıb. Halbuki əvvəllər belə şey yox idi. Bu paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub. Şərhlərdə onlarla istifadəçi oxşar problemlərlə üzləşdiklərini yazaraq, Azercell internet paketlərinin əvvəlki dövrlə müqayisədə xeyli tez tükəndiyini iddia ediblər. Qeyd edək ki, Azercell uzun illərdir özünü Azərbaycan telekommunikasiya bazarında lider şirkət kimi təqdim edir və bu statusu qorumağa çalışır. Lakin son aylarda aparılan qiymət siyasəti, paketlərin bahalaşması və xidmət keyfiyyəti ilə bağlı şikayətlər şirkətin imicinə ciddi zərbə vurub. Xüsusilə internet paketlərinin əvvəlki illərlə müqayisədə daha tez bitməsi, istifadəçi tərəfindən aydın izah olunmayan trafik sərfiyyatı, bahalaşmaya baxmayaraq keyfiyyətin artmaması abunəçilərin narazılığını pik həddə çatdırıb. Sosial şəbəkələrdə aparılan müzakirələr göstərir ki, bir çox istifadəçi artıq alternativ mobil operatorlara keçməyi düşünür. Bu isə Azercellin abunəçi sayından azalma yaşadığını göstərən ciddi siqnaldır. Mobil rabitə mütəxəssislərinin fikrincə, mobil operatorlar istifadə olunan internet trafikinin tam şəffaf hesabatını təqdim etməlidir. Hansı tətbiqin nə qədər megabayt sərf etdiyi, fon rejimində hansı proseslərin işlədiyi aydın və izlənilə bilən formada abunəçiyə göstərilməlidir. Azercell ilə bağlı əsas problemi isə məhz bu şəffaflığın olmamasıdır. Məsələ ilə bağlı Azercell ilə əlaqə saxlamağa çalışsaq da, sorğulara cavab almaq mümkün deyil. Sanki bu şirkət üçün mətbuat və onların suallarını cavablandırmağa yasaq qoyulub. Bu isə şirkətin fəaliyyətində ciddi dəyişikliklərin edildiyini aşkar göstərir. Mətbuatdan qaçmaqla, baş verənlərə susqun qalmaqla istədiklərini etmək. Bizim əsr olaraq hesab edirik ki, bazarda lider iddiasında olan bir şirkət üçün abunəçilərin bu cür kütləvi narazılığı təhlükəli tendensiyadır və məsələ təkcə sosial şəbəkə şikayətləri ilə bitməməli, aidiyyatı qurumlar tərəfindən də ciddi şəkildə araşdırılmalıdır. Rəna Rövşən qızı, Bölgə TV.